Üniversitesi'nin rektörü olan benim. Hürmetli konaklar, tələbələr, hürmetli idmancılar, 2025 yılın sonlarında Bilgəsəvət Dövlət Üniversitesi'nin birbaşa təşkilatçılığıyla bugün final yarışları keçirilen Azerbaycan'ın milli qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunmuş oğlanlar arasında voleybol çempionatının final oyununun keçirilməsi münasibətilə hər birinizi təbrik edirəm. Hər birinizə bu şərəfli, şanlı, günü-gündən inkişaf edən Azərbaycanımızın bütün sahələrdə olduğu kimi idman sayəsində də yeni uğurlar, ümumiyyətlə canından keçmiş bütün şəhidlərin xatirəsi, başda milli qəhrəmanımız Natiq Qasımovun adının əbədiləşdirilməsi. Ümumiyyətlə mən rektor olaraq onun ruhu qarşısında baş əyirəm. Siz çox sağ olun ki, dəvətinizi qəbul edib gəldiniz. Komanda doğrudan da güclü komandaydı. Uğurlar arzu edirəm. Komandanın həm rəhbərinə, həm müəllimlərinə təşəkkür edirəm ki, bugün bizi tək buraxmadı. Uşaqlara uğurlar arzu edirik. İnşallah may ayında daha böyük formatlar biz Gəncədə görüşəcəyik. Gəncədə hesab edirəm ki, daha uğurlu çıxış edəcəyik. Yenə də uduzan komanda yoxdur. Gəncə Dövlət komandası doğrudan da güclü oyun göstərdi. Hər birinə göstərdiyi oyuna görə. Gəncəyə həm böyük təşəkkür, həm də bizim bu voleybol yarışmasını birbaşa olaraq həyata keçməsində dəstək verən, onun qardaşı, ümumiyyətlə hər zaman Natiqin adını uzatdan Nofər müəllim buradadır. Nofər müəllim, sizə təşəkkür edirəm ki, daima bizi tək buraxmamışsınız. Bizim hər bir yarışında, istər Nofər müəllim, istər oğlu, istər bu idman sarayının rəhbərliyi, eləcə də müəllimlər, bu formatda oyunun keçirilməsi, dostluq, qardaşlıq görüşüdür bu. Ona görə hər birinizə təşəkkür edirəm. Sizə uğurlar arzu edirəm, dərslərinizdən, müvəffəqiyyət arzu edirəm. Hesab edirəm, bizdən inciməyin. Xeyirli olsun. Bizim uşaqlardır. Burada həm də Zakatala UNEF komandasının burada iştirak edən müəllimlərinə, üzvlərinə, başda Raqib müəllim olmalı. Birbaşa təşəkkür edirəm ki, həmişə həm Yusuf müəllim, həm Raqib müəllim, həm Yaşar müəllim dərhal reaksiya verdilər və bizə dəstək verdilər. Çox sağ olun, minnətdarız. Təşəkkür edirəm. İndi isə finalda kuboku bir adam qazanır, ən güclü qazanır. O ən güclüyə Nofər müəllim özü kuboku versin. Nofər müəllim, buyurun. Evet, evet. Bir tane götürmez.